Allah Quranda buyurur ki, ya Resulallah, sən ki bu əziyyət çəkdin, zəhmət çəkdin, bəşəriyyətə insanlıq dərsi verdin, İslam öyrətdin, onun əcri var. Nədir əcri? Nə ilə ödəyə bilərlər insanlar bunu? Məvaddətə fil qurba. Yalnız və yalnız bunun əcri mənim əhl-i beytimə məvəddətdir. İndi deyirəm sizə, məvəddə ilə məhəbbətin fərqi nədir? Quranda hər ikisi işlənib. Məhəbbət sözü də işlənib, məvəddət sözü də işlənib. Çox vaxt elə biz Azərbaycan dilində bu sözlərin qarşılığını tapa bilmirik deyə hər ikisini elə sevgi və məhəbbət kimi tərcümə edirik. Amma aralarında çox incə bir fərq var. Məhəbbət insanın qəlbinin, ürəyinin meylidir. Ona məhəbbət deyirlər. Ola bilər aşkarlayayım, ola bilər heç aşkarlamayayım. Qalsın elə ürəyimdə. Bu məhəbbətdir. Yəni, məhəbbət qəlbə bağlı olan məsələdir. Amma məvəddət isə həmən qəlbdə olan məhəbbəti aşkar eləməkdir. İzhar eləməkdir. Göstərməkdir onu, nümayiş elətdirməkdir. Ona məvəddət deyirlər. Gör Quran nə qədər dəqiqdir. Gör Allah kəlamı nə qədər dəqiqdir. Əgər Allah desəydi ki, ya Resulallah, sən denən insanlara mənim zəhmətimin müqabilində əcrim, əhl-i beytimə məhəbbətdir, hamı deyir, dedi, ürəyimdə saxlayıram da, var da məhəbbətin Peyğəmbərin əhl-i beytinə, hə? Amma Allah demədi, məhəbbət istəyirəm sizdən. Dedi, məvəddət istəyirəm. Yəni, o ürəyinizdə olan məhəbbəti izhar eləməlisən, aşkar eləməlisən, göstərməlisən. İndi səni and verirəm Allaha. İmam Hüseynə olan məhəbbətimizi Peyğəmbərin əcri olaraq, zəhmətinin əcri olaraq, İmam Hüseyn əhl-i beytdəndir, yoxsa yox? Əhl-i beytdəndir. Məhəbbəti vacibdir, vacibdir. Və izhar eləməkdə Allah tapşırır bizə ki, aşkar eləyin. Məvəddət deyir. Məhəbbət deməyib. Yaxşı. İndi Peyğəmbər sallavatullahın o zəhmətinin əcri olaraq İmam Hüseynə məhəbbətimi mən necə zahir eləyim? Necə aşkar eləyim? İmam Hüseynin şəhid olan günündə bir nəfər sevinsə, şadyanalıq eləsə, əylənsə, o məhəbbətin zahiridir, yoxsa düşmənsiliyin zahiridir, hansı biridir? Bax, bunu deyir Füzuli babamıza, məsərrət haramdır. Bax, ona görə haramdır ki, sən əgər bu günlərdə sevinç, şadyanaqlıq, əyləncə və sair təşkil eləyəndə məvəddətə xilaf olursan, bu əhl-i beytə məhəbbətin zahiridir, izharıdır, aşkar eləməkdir. Bu əksinə Yezidə olan məhəbbəti aşkar eləməkdir. Çünki bu günlərdə onlar sevinib, onlar şadyanaqlıq eləyib. Ziyarət-i Aşurada bir cümlə var, Ziyarət-i Aşura elə belə ziyarətnamə deyil, o məsumun dilindəndir, məsumun. Məsum imam, İmam Hüseyni o sözlərlə ziyarət eləyib. O adi sözlər deyir, adi insan, alim sözüdür, məsum sözüdür. Orada bir cümlə var, deyir, Hâzə yevmun fərihət bihi Alu Ziyad və Alu Mərvan. Bu həmən gündür ki, Mərvanın ailəsi və İbn Ziyadın ailəsi bu gündə sevindi. Və Hâzə yevmun fərihət bihi Alu Ziyad və Alu Mərvan. Bu həmən gündür.